Herkese salam dostlar. Bugün Age of History 2 Conquest'da modern dünyada Yaponiyalara Yapon İmparatorluğunu kurmağa çalışacağıq. Kanala like atmağı, abone olmağı unutmayın dostlar. İndi isə keçək video. Birinci diplomatik əlaqələr əlbəttə ki qurmalıyıq. Bir Rusiya ilə, Çinlə də. İndi mən ümumilikdə bu Cənubi Koreya ilə Şimali Koreyanı tutmalıyım. Əvvəlcə ümumən bu hissəni alaram. O heç. Çindən də ən çox Çindən alıram. Sonra Indoneziya. O hardadır? Bunun da ümumilikdə hamısının Filippinlər var. Vietnam, Malayziya. Federal dövlət balaca adalardır. Ən aşağısı hansıdır? Myanmardan da bir dənə bu torpaqlara. Bunda birinci biz Ruslardan yani Ruslardan daxil olmalıyıq. Onda birinci biraz vergiləri artıraq. Sonrasında da ne edirik? Ekonomi. Bura baxıyorum 65 dənə gəlib. Nüfus artışına verək. Bir də araşdırmaya. Ondan sonra məsələn üretim gəliridir, ekonomi böyüməsidir, vergi gəliridir artıraq. Görürsünüz sağ tərəfdən artır. Qalan araşdırmaya verək. İndi mən ümumilikdə birbaşa buradan olduğu üçün bura liman inşa edəcəm. Birbaşa torpaqlardan keçək deyə. Amma ki indi biraz da bilirsiniz nə edəcəm? Araşdırma. Teknolojiden araştırma. Görürsünüz Çindən, Rusiyadan geridəydik. Çindən geridəyik. Bunu artırmalıyıq. Çini keçsək fisyo. Qalan ekonomi böyüməsinə də verək ki, ekonomi böyüməsi də 20 olsun. İndi bu əlaqələr qurular. Mən ordu yığım. Xeyli ordu yığmalıyam. Çünki bu modern dünyada Rusla Ukrayna müharibə edəcək. Mən də elə Qafqazyada bu tərəflərdən nə qədər ordu varsa hamısını tutmasam. Bax bura. Burada bir dənə liman inşa edeyim. Özdə Yapon əhalisi çoxdur. Fərq eləmir. Həll eləyəcək yəni. Asda da qələbə qazanaq. Yenə də yetişdir. Bu qədər ordu. İndi bunu bura, bunu da bura. Bax görək nə eləyə biləcəm. Artıra 14.000. Digər bölgələrdən də biraz da gətirək fisyo. Rusiya ilə müharibə eləyək ki, bircə dənə mənə torpaq lazımdır. Hakaretler eləyək. Yəni şir ürəyi yemiş. Yəsinlə bizdə ki, çünki müttəfiqlərinə qarşı da müharibə elan edirik. Neçə turdan sonra görək. Neçə tur yazılıb burada? 33 tur qalıb. Sizdə belə olsa, mən biraz da araşdırmaya pul verə bilərəm ki, teknolojidə məsələn görürsünüz ki, Çinidə keçdik. Herhalde düzü 5. Amerika ilə yarışırıq. Ekonomiyə əsas o da verək. O da 20-20, 15-15 artdı. Sonra yönetimə də verəcəm ki, onlar da dəyişsinlər. Deməli, bu ordu mənə bəs eləyər yoxsa yox. Yəni buralara da yenə də ordu. Çünki 30 neçə tur var hələ müharibəyə. 2 dənə böyük güclü dövlətik deyə hələ var. Burada limanı inşa edeyim. Düz bu hissəyə də. Ama buradan buraya gözetleme kulesi ilə. Mən görə bilərəm bu nə qədər ordusu var. Yox. Ada yəni biraz məntiqdən alanda olmur. İndi 19 tur qalıb. Biraz da pulumuz artsın. İndi buradan əlbəttə ki yenə də araşdırmaya pul verək. Amerikanı da keçək. Çin də özü çatdırır bizə 81 deyil. 82, 83 artır. Bir tərəfdən də sağ tərəfdən də 5 tur qalıb. Yəni bundan sonra kəsək buradakı pulu. Full odaqlanaq ucu müharibəyə. Biz Çindən düzdür, dostluq əlaqəsi qurmuşuq. Amma onunla da aramız pozulacaq əlbət. Deməli mənim Rusiyadan hansı torpaq lazımdır? Sırf mənə Rusiyadan. Bir dənə bu torpaq. İfsiyo. Rusiya. Yəni o boyda dövlətdən.
Hə, bir də bu torpaq da lazımdır mənə. Hə, onda da içlərə doğru irəliləyəcək. Deməli, Sibir tərəfdən çox da ordusu olan bilmirəm mən. Orada çox da ordu olan deyil. Orada əhali çox da yaşamır, qaldı ki, nəsə bir şey olsun. Və müharibəyə başladıq. Birinci 23.000 ordunu bura, 21.000'i də bura, qalan 3.700 ordunu, biraz az bir şey burada. Ne bileyim, burada 37.000 ordu var. Burada yenidən artıraq. Bir də digər tərəfdə, məsələn, əgər burada tutaq ki, mən bura birbaşa hücum edirəm. Bax, bunu götür, hücum elətdir, dayandır. Daha doğrusu hücum eləmək olmur. Hə, sırf bura. Sonra buradakilar da birbaşa bura apar. Ya buradan elə liman tikmək olmur. Hə, var burada liman. Bir müttəfiqlər də müharibəyə qoşuldu. 23. Burada bir xeyran ordusu var. Bura yenə də bir takviyə ordu göndərək. Bu kim də məndən daş göstərir? Kambodiya. Və sən 12 dənə torpağın var, amma düzdür, sən ərazilərdə gərək lazımsan sən də mənə. Bax indi 21.000 irəliləsin bu torpağa. Ya da ki, irəliləsin bu torpağı sol tərəfdən. Onsuz da biz də bu tərəfdən hücum edirik. Qalan da məsələn 3169 deyil. O da birbaşa gəlsin bura. Deyirəm də onsuz da ki, bir Sibir tərəfdə çox da ordusu yoxdur da onsuz Rusların. Yəni əhali olaraq üstünlük Moskva tərəf, biliyorsun, mərkəzdədir. Ukrayna tərəflərdədir daha doğrusu daha çox. 21.000 ordunu da bölək. Bizə bu torpaqdan lazım olsa əgər, hansı torpaq lazımdır mənə? İçlərə doğru təcili şəkildə irəliləməliyik. Aha, bu tərəfi də aldıq. Buradan indi mən bura liman tikim. Dövlətə müharibə eləyirəm, xeyir də verirəm. Sonrasında 11.000 də tez bölüm mən aşağı hissələrə ki, deyirəm də yenə ordusu olmur onsuz da buralarda. Amma daha çox irəlilərə doğru gedəndə olacaq. Sonra bu hissədə Sibirə tərəfi irəliləyirik. Məsələn, bu tərəfə gedək. Buradakı 1316 ordu da gələcək. Məsələn, digər bölgə dibimizdədir əslində. Buradan da bu tərəfə ala bilirik. Yəni fəth edilmiş əyalət 10 dənə əyalət fəth edilmişik. Elə ki, bu tərəf sən bu tərəfə mərkəzə, sən də mərkəzə doğru hücum elə. İki Rus müharibəsi modern dünyada baxaq görək qazana biləcəyikmi? Aysa sən də birbaşa çıxıq şeyə, bu bölgəyə. Ondan sonra sən də Sibirdən də, sən də torpaqları bölüşdür. Amerika ilə də sərhəd olacaq birazdan deyə. Bura gəlmişkən Amerika ilə də əlaqə gəlişdirək. Fon 4-də sağa-sola verilə olmaz. Aysa mən bir dənə bu torpaqları da ala bilsəm, baxaq, işğalçılıq sistemimiz əslində Sibir böyük bir yerdir deyə, ərazinin, yəni torpaqların çox hissəsi ora deyə bizə xeyri var əslində ki, sülh bağlamağı. İndi mən bu bölgədə qalıb, yoxsa razı. Ruslardan heç bir şey alacaq deyilik, Rusiya. Yox. Almırıq. 11.000 ordusunu da orada yox elədik. Sən onsuz da ki, mənlə sülh bağla, çox da uzatmayaq məsələni. Bax, ümumilikdə mənə bu adanı ver. Sonrasında da bu hissələri də ver. Bax, haraya kimi qalırsan. Burada çox bərəkətsiz torpaqlar deyil. Buranı da ver. Bu adanı da. Torpağı daha doğrusu, ada deyil. Sonrasında da bu hissələrdə ver. Bax, tələbləri qəbul edəcək. Qəbul eləməsə mən yenə də ordunun üzərinə hücum elətdirəcəm. Mən də razı olacaq. Çünki da başqa seçeneği yoxdur. Nə qədər, nə boyda ordu gəldiyini görür. Ordusu çox geridədir, hələ mərkəz hissələrdə uzaqdadır deyə. Bu da qəbul edəcək. Biraz da bir bunu da
Bu tərəfə verək, baxaq, qəbul eləmədi. Ebio. Sonra videonu burada da sonlandıraq. Kanala like atmağı, abunə olmağı unutmayın dostlar. İrələtdirək sonra. Deməli, yorumlarda məsələn hansı taktiklər və yaxud da ki, hansı dövlətin üzərinə hücum eləməyi növbəti bölümdə istəyirsinizsə, yorumlarda yaza bilərsiniz. Gələn bölümlərdə görüşmək ümidi ilə. Baxaq görək nə olur. Sağ olun dostlar.